xeyir deyərkən onu dünyavi mənada bu məişət həyatımızda necə işlədirik? Filan işdə xeyrim var. Ya xeyrim olmadı. Mənim xeyrim nədir? Xeyrim nədir? Bu artıq xeyir yox, mənfəətdir. Filan kəs xeyirxah adamdır. Niyə xeyirxahdır? Mənə yaxşılığı dəyib. Bəlkə kənarda min cür əclaflıqla məşğuldur. Yəni o mənə verdiyi xeyri hansı haram yolla əldə edib, nə edib, onda işimiz yox. Məni çalmayan ilan deyir 100 yaşasın. Bəli, hə, məni çalmayacaqsa özü bilər. Kim ki bilir deyirsə, əslində o bilmir. Yəni, kim ki bilmir deyirsə, həqiqəti o adamda axtar. Çünki onun bilirəmə doğru getmək şansı var. Kütləvi düşüncə tərzinin əsas istiqaməti budur ki, hətta ilahi həqiqəti də qəbul eləsə, deyəcək o ilahi həqiqət elə mənim həqiqətimdir. Eyni. Ümumiyyətlə, orta adamın bir xüsusiyyəti var ki, onun şübhə kimi bir lüksü olmuş. Yox. Onlar özlərinə izin vermirlər şübhəni. Mən hərdən elə adamlara diktə eləyirəm. Dərinlik də olmur amma. Səni cəmaatın yalancı kimi qəbul eləmək üçün bir dəfə yalan danışmağın kifayətdir. Yəni bildirək ki, sən bunu eləyə bilirsənsə, deməli bundan sonra da eləyə bilərsən. Kim eləyə bilmiş ki onu? Hə. Amma sənin sədaqətli olmağını bildirmək üçün sənin bir ay sədaqətli olmağın kifayət eləmir, 2 ay sədaqətli bir ömürdə bəzən. Bir ömürdə bəzən. Hətta deyirlər ki, ölüb qutarandan sonra baxarıq sən sədaqətli. O baxımdan da bu yoxsa övliyaların da uzun illər ərzində toplumun gözünün qabağında yaşanan həyatları ki vardı. Toplum görürdü ki, bunlar 1 il, 2 il, 5 il, 10 il, 15 il, 20 il bu əlindən gəlib keçən o diqqət, sərvət, bunun heç nəyini özü üçün sərf eləmədi. Və artıq onun dediyi, elə Allahın dediyi kimi qəbul olunurdu. Xoş gördük sizi, əziz Amin izləyiciləri. Yenə görüşünüzə gəlmişik. Yenə fəlsəfi söhbətlər eləyəcəyik və bu dəfə müsahibimiz yazıcı, şair İlqar Fəhmidir. Xoş gəlmisiniz. Təşəkkür edirəm dəvətə görə, salamlar. İlqar bəy, klassik bir mövzu seçmişik bugünkü verilişimiz üçün xeyir və şər məsələsi. Həm ədəbiyyatda, həm dində, həm fəlsəfədə çox dartışılan, çox məsəl üçün müzakirə olunan bir mövzudur. İstəyərdim bu barədə bu gün sizinlə söhbət eləyək və nə qədər çətin də olsa xeyir və şərə necə bir definisiya verərdiniz? Ümumiyyətlə, ekzistensial anlayışlara definisiya vermək, yəni tərif verməyin bir çətinliyi odur ki, onu gərək indi və burada eləyəsən, şairlər kimi. Məsələn, məhəbbətin bir hazır formulu yoxdur, ancaq indi və burada ağlınıza gəlsə, məsələn, bugün ona necə şərh verərsiniz? Xeyir nədir, şər nədir? Bilirsən, əslində fəlsəfəsinə getsək, çox uzağa gedib çıxmış olacağıq. Çünki qeyd elədiyiniz kimi çoxlu kitablar yazılıb bunun haqqında. Böyük alimlərin, ilahiyyatçıların, filosofların cild kitabları var ki, mahiyyəti nədir və sərhəddi hardadır? Hardan biz hesab eləyə bilərik ki, xeyir bitir, şər başlayır və yaxud şər bitir, xeyir başlayır. Amma mən danışa nə ağlıma gəldi, sən xeyir deyə fikirləşdim ki, biz rus dilində fikirləşdim öz beynimdə. Biz son vaxtlar, bilmirəm bu istehlak cəmiyyətinin təsiridir, ya nədir, ya yəqin ki, yox, əvvəl də yəqin belə olub müəyyən dövrdə, çünki dilimizə keçib bu. Bir xeyir deyərkən onu dünyavi mənada bu məişət həyatımızda necə işlədirik? Filan işdə xeyrim var. Yəni, filan işdə mən bir xeyir, ya xeyrim olmadı. Mənim xeyrim nədir? Xeyrim nədir? Bu artıq xeyir yox, mənfəətdir. Deməli, bizim dilimizə xeyir maddi mənfəət kimi oturub axır vaxtlar. O keçid nə vaxt baş verir deyə bilmərəm. Amma ali mənada elə o xeyir də mənfəətdir də. Mənfəətdir, amma maddi mənfəətdir. Təbii ki, yəni, biz indi maddi mənfəət nəzərdə tuturuq. Mənfəət isə nədir? Mənfəət artıq ümumbəşəri anlamda yox, fərdi mənada qəbul olunan bir şeydir. Ola bilər ki, bu şey mənim mənfəətim olsun, amma mənə mənfəət olan şey sizə ziyan olsun. Mən bunu xeyir kimi qəbul edirəm. Amma fəlsəfi məfhum olaraq xeyir bir şəxsə bağlı şey deyil axı. Deməli, artıq biz fəlsəfi zirvədən xeyir sözünü gətirib salmışıq öz şəxsi mənfəətimizə. Filan kəs xeyirli adamdır, xeyirxah adamdır. Niyə xeyirxahdır? Mənə yaxşılığı dəyib. Bəlkə kənarda min cür əclaflıqla məşğuldur. Yəni o mənə verdiyi xeyri hansı haram yolla əldə edib, nə edib, onda işimiz yox. Məni çalmayan ilan deyir 100 yaşasın. Bəli, hə, məni çalmayacaqsa özü bilər. Yəni xeyirxahdır çünki mənə xeyri deyib. Yaxud bədxahdır çünki mənə ziyanı deyir. Bəlkə sənə ziyanı elə haqqıva deyil, sən ondan da artığına layiqsən. Deməli, artıq gəlib çıxırıq yenə də insan mərkəzliliyin üzərində ki, mənə yaxşı olan şey xeyirdir,
Mənə pis olan şey şərdir. İndi burada insanlar da min cürdür axı. Yəni, belə çıxışında 6 milyard xeyir var, 6 milyard da şər var. Hər öz prizmasından ölçürsə. Sergey Davlatovun məşhur bir əsəri var idi, Zona. Həbsxanadan yazır. Bu Rusların dissident ədəbiyyatının nümayəndəsidir. Orada maraqlı bir yanaşma var idi. Mən o əsəri çox sevirəm. Mahiyyəti nədir? Biz həbsxana haqqında çox əsərlər oxumuşuq. Əksəriyyətində əsərin qəhrəmanı məhbus rolundan çıxış edir. Yəni, qəfəsə salınan bir məhbus və bunu qəfəsə salan və orada saxlamağa məhkum eləyən, tutalım, nəzarətçilər, filanlar. Yəni, pislər, yaxşılar, şər və xeyir. Xeyir buradakılardır, şər, zalimlar olar. Zalim, məzlum da belə deyim. Davlatov özü əskərlikdə Ədliyyə Nazirliyinin qoşunlarında xidmət edib və koloniyalardan birində, zonaların birində həmin o əskərlərdən olub. Qırmızı paqonlardan. Bəli. Amma bu təbii ki, sadə əskər olub, amma müəyyən hadisələr haqqında məlumatı olub da. Bu zona əsərini əks mövqedən yazıb, bir nadzor mövqeyindən. Və nadzorun orada çəkdiyi zülümləri yazıb və sonda başa düşürsən ki, sən o yanaşma tərzin ki vardı ki, bu məhbəsin içindəkilər, məzlumlar, fəqirlər, onun kənarındakılar, incidəllər filanlar. Bu sənə başqa bir prizma qoyur ki, ən çox incidilən elə kənardakıdır. Məhbuslar yox, o birilərdir. Bu da bir fərqli yanaşma tərzidir. Çox maraqlıdır, bir yerə toxundunuz. Məsələn, bax, tutalım ki, köləliyi bir mənalı olaraq şər hesab edirlər. Bir çoxların, ümumiyyətlə, orta ağıl həmişə dayanıqlı bir formullara meyl eləyir və məsələn deyir ki, köləlik bir mənalı olaraq şərdir. Amma biz, indi sizin də hüquqşünas keçmişiniz var da, biz məsələn cinayətkarı həbs edirik. Kölə kimi qandallayırıq ki, sən azadlıq vermək olmaz, sən oyun çıxaracaqsan məsələn. Bu doğrudanmı bu mənada şərdirmi, yoxsa elə o nadzoru... Nisbiliyə gedir də, o Qrafinya de Monsoro əsərində Aleksandr Cumalın məşhur bir yeri var. Orada səthi keçib onun üstündən, çünki əsər beletristik əsərdir. Amma o detal mənə həmişə düşündürürdü. Orada baş qəhrəmanın bir həkim dostu olur. Debüssinin isə. Onun bir təbib dostu olur və onun düşməni olan, həmin o Qraf de Monsoro onu yaralayır, az qalır ölüm ayağında və bunu meşədə tapır, bunun həkim dostu. Və bu adam özü də bilir ki, bu şər qüvvənin təmsilçisidir. Dostunun düşmənidir. Dostunun düşmənidir və sonunda da doğrudan da dostunu öldürür. Amma bu həkimdir. Bu Hippokrat andı ki, bu xeyir qüvvənin təmsilçisidir və bunun əqidəsinə görə mən öz xeyrimi təbliğ eləmək üçün, xeyir əməlimi görmək üçün seçim eləməli deyiləm. Yəni, xeyir əməldə seçim yoxdur. Hər kəs üçün eləməlisin. Və o, həmin o Qraf de Monsoronun mənfi qəhrəmanı götürür, apardır, sağaldır və təzədən öz dostunun qəribinə çevrilir. Niyə? Çünki onun birbaşa əqidəsi var ki, mən xeyir daşıyıcısıyamsa, mən seçməli deyiləm. Mən xeyri hər yerə daşımalıyam. Pis adama da, caniyə də, cinayətkara da, filana da. Və bu artıq müəyyən dövrlərdə bu yanaşma tərzi var idi və sonraki dövrlərdə bunu artıq biraz kör-körana təqlid kimi yanaşmağa başladılar. Seçim mərhələsi gəldi ön plana. Amma seçim də nəyə gətirib çıxartdı? İndividuallığa. Bayaq dediyim məsələyə. Mənə yaxşıdırsa yaxşıdır, mənə pisdirsə pisdir. Və bu məncə düzgün yanaşma deyil, amma birinci də hesab edirəm ki, bəlkə də düzgün deyildi. Amma məsəl üçün dini yanaşmadan götürəndə əksinə birinci daha düzgündür. Sən əgər xeyr əməl boynunda varsa, sən seçim eləməli deyilsən. Seçimi Allah edir. Əgər Allah sənin qabağına çıxardıbsa o pis adamı, bəlkə, məsəl üçün, həmin situasiyana fikirləşir, amma bayaq düzdür, indi orada cümə başqa cür yazır. Amma bir dənə düşünək ki, Qraf de Monsoro gördü ki, düşməninin dostu həkim. Bundan nifrət eləsə də bunu sağaltdı. Ölümdən xilas elədi. Bəlkə onun içində bir hələ hidayət işığı çıxacaqdı. Bəlkə o doğrudan da nələrsə başa düşəcəkdi. İndi bir də Allahın nöqteyi nəzərindən baxsaq, orada Debussy, Qraf de Monsoronun namusuna toxunur da. O məsələlər də var. Bəlkə elə o yaşamalı idi və onu öldürməli idi. O baxımdan seçim eləmək məqamı gələndə individualda çıxır və belə deyim də, əski yanaşma ilə götürəndə o həkim əslində düz eləmişdi. Bir ilahi qədər idi. O, onun əli ilə sağalmalı idi o. Niyə sağalmalı idi? Məqsəd nə idi? Heç yazıcı da ona müqavimət göstərə bilməyib. Göstərə bilməyib, bəli. O, həyat toxumalarının olduğu kimi göstərir. Olduğu kimi götürüb və çox qəribədir ki, o boyda romanda o detalı mən həmişə daha çox fikirləşmişəm. Çünki o xeyir-şər qarşı duruşması var. İndi bu xeyrin və şərin nisbiliyi məsələsinə biz toxunduq ki, bu
prinsipcə situasiyadan asılı ola bilər, zamandan asılı ola bilər, insana görə dəyişir. İndi məsələn bir də məşhur əsər var Dostoyevskinin Cinayət və Cəzasını. Raskolnikov bütün beyni ilə əsaslandırır ki, bu qoca arvadı mən öldürməliyəm və burada heç bir cinayət də yoxdur. Amma məlum olur ki, bunun nə tərsə içərisindəki fabrik ayarları buna etiraz eləmiş olur, vicdan dediyimiz. Yəni ədəbiyyatda bunu araşdırıblar. Bu mütləqdir yoxsa mütləq deyil? Siz necə fikirləşirsiniz? Son 200 ildə çox araşdırıblar və ədəbiyyatda da bu bir neçə mərhələ keçdi. Məsələn, qeyd elədiyimiz o Dostoyevski, Tolstoy dövründə hələ psixoanaliz çıxmamışdı, o qədər çox təbliğ olunmamışdı. Ona görə o əski qayda ilə yaxınlaşırdılar ki, xeyir elə xeyirdir. Sən nə qədər əsaslandırmağa çalışsan da, hansısa şər əməli və nə qədər don geyindirməyə çalışsan da. Arxetipimizdə oturub da. Bəli, yəni ağ-ağdır, qara-qaradır. Amma Freudun o psixoanalizi və daha sonra Jungun və başqa alimlərin o psixoanalitik fəlsəfəsi ortaya gələndən sonra biraz başqa cür yanaşma başladı ki, sənin o şər dediyin şey, əslində ümumiyyətlə şər yoxdur. Sənin o şər dediyin şey sənin içindəki hansısa kabuslardır, filandır, nə bilim, negativ enerjidir, əskidən qalan travmalardır, filandır. Və bunların bir çox halda qurtulmağın yolu onu üzə çıxartmaqdır əslində. Sıxmaq, örtbasdır eləmək yox, üzə çıxartmaq. Yəni sən onu işığa çıxartsan əriyib gedəcək. Belə bir yanaşma tərzi var. Məsələn, bəlkə də təbiətini daha yaxşı anlamaq üçün işığa çıxarmaq zorundadır. O elə deyildi. Mən hərçənd Freudla razı deyiləm o fikirdə. Çünki amma bu çox sevildi bu, belə deyim də, bu fikir yanaşma tərzi ki, insana bir rahatlıq gətirirdi də. Yəni sən hansısa problemi, hansısa bir sıxıntı, hansısa bir səni sıxan bir, nə bilim, nəyisə üzə çıxardıb reallaşdırmaqla sanki ondan azad olursan. Sublimasiya edirsən. Sublimasiya edirsən və azad olursan. Və bu yanaşma tərzi ilə çox saylı düşüncə hərəkatları inkişaf elədi filan. Bütün çərçivələri sındırdılar ki, sən o travmalardan qurtulmaq üçün, o içindəki kabusları üzə çıxardıb məhv eləmək üçün sənin qarşıva heç nə kəsməli deyil filan. Və son nəticədə ümumiyyətlə bütün çərçivələrin sınmağına gətirib çıxartdı. İkinci bir məsələ var. Formanı itirdik də. Bəli, formanı itirdik və bir incə bir məqam var. Mən şəxsən öz həyat təcrübəmdə də onu çox müşahidə elədim ki, o ki, biz elə bilirik ki, onu üzə çıxartsan, sən ondan qurtulacaqsan, o hansısa həyati sosial travmalara aid ola bilir. Yəni, mən bir adamla baskı yaşayıram həmişə, o mənə illərlə travma verir, mən hansısa məqamda gedirəm, hirsim, beynim çöndür, o qəzəbimi çıxardırım, gəlib 2 dənə yumruq vururam, rahatlanıram, bu başqa şeydir. Yəni, sənə kənardan olan hansısa bir təzyiqin, travmanın nəticəsində sən o şər qüvvəyə qarşı qiyam eləyib, həmin o Freudun dediyini konflikti həll edirsən, öz daxili konfliktidir. Bəzən mən belə danışanda deyirlər, bu düzgün yanaşma deyil. Deyirəm, dünyada nə qədər fikir və düşüncə istiqaməti varsa, hamısı həqiqətdir. Niyə? Çünki o mənada həqiqətdir ki, bunun da təsdiqini real həyatda tapırsan. Yəni ki, bir insana olub həyatda mənim öz başıma gəlib. Bir dənə bir hərəkətlə sən onun tamam istiqamətini dəyişirsən. Yəni, bu mənfi tərəfdən keçir müsbət tərəfə və yaxud əksinə müsbət tərəfdən keçdi mənfi tərəfə. Yəni, bəzən də olur ki, bir insan üçün az qala bütün dünyanı ayağının altına atmağa hazırsan ki, bunu o pis yoldanmı, şər qüvvədən ayırarsan, görsən ayrılmır. Yəni, çoxluq biraz azdırır adamı ki, sən... Praktika. Praktika, bəli. Mütləq fikir deyə bilmirsən ki, bu da həqiqət, bu da həqiqət. Bəlkə də əslində elə ən böyük həqiqət ondan ibarətdir ki, dünyavi mənada mütləq həqiqət yoxdur. Dünyavi mənada. Bəli. Sizin üçün varmı? Mənim üçün yox. Mütləq həqiqət bir dənə ilahi həqiqətdir. O da sizin həqiqətiniz deyilmi? Ya ona sahib çıxmır insan? Mənim həqiqətim deyərkən, mən onda mənim həqiqətim deyərdim ona ki, bu yalnız məndə olardı və mən bunu yaratmış olardım. Bir də var ki, biz ümumdünyavi baxımdan görürük ki, insanların bir çoxu, düşünən insanlar, ələlxüsus, düşüncənin, mən öz aləmdə bizdə bir ifadə var, şərq mədəniyyətində, xas-ı am, xüsusi və ümumi. Xüsusi və ümumi sözlərimiz də oradandır. Əvam sözü də oradandır, yəni çoxluq. O, adadın ümuminin xüsusiyə keçidinin mən öz aləmində düşünürəm. Birinci şərt ondan ibarətdir ki, sən artıq öz prizmandan baxmağa tərgidirsən. Deməli, sən artıq onun yaxşı pisliyini özünün bəyənib bəyənməməklə ölçmürsən. Onun müəyyən, səndən asılı olmayan dəyərləri var. Yaxud kitab. Mən Orxan Pamuku sevmirəm.
Amma Orxan Pamuk həqiqətən dünya səviyyəli yazıçıdır. Onun yazı texnikası, onun tutalım hadisələri qurmaq. Siz onu hiss edirsiniz yoxsa sosioloji olaraq qəbul Yox, mən edirsiniz? onun estetikasını hiss edirəm. Sonra onun dəyərlərinin incəliyini bilirəm. Amma əqidə olaraq, düşüncə olaraq görürsən ki, sənə ziddir də bu adam. Salman Rushdie, sonra nə qədər başqa bu cür Meşa Selimoviçin çox gözəl Serb yazıçısı, onun bir əsərləri, Dərviş İsmert əsəri var. Çox gözəl yanaşma tərzi ortaya qoyub dərvişlik ab-havasını hiss eləyir, amma sonra onu çıxardır dünya ilə mübarizəyə və məğlub eləyir. Sanki ilahi həqiqəti dünyavi həqiqət qarşısında məğlub durma salır. Amma yanaşması mən qəbul eləmədim, xoşuma gəlmədi. Amma əsər olaraq peşəkar yazılıb da, onun cümlə quruluşundan tutmuş, nə bilim o təsvirindən tutmuş filan. Amma mən xoşuma gəlmədi. Baudelaire olub məsələn şərh çiçəklərini vəsf edir. Çox gözəldir düzü. Baudelaire'dir, Arthur Rimbaud'dur filandır. Bunlar çox gözəl şairlər olublar. Amma əqidə baxımından, düşüncə baxımından bunlar tək bizə yox, ümumiyyətlə insan ruhuna çox ziyan verən təfəkkür istiqamətində olublar. İndi nə üstünə getirirəm? O ki, ümumidən xüsusiyə keçid məsələsi var. O xüsusilərdə mən həmişə onu görmüşəm ki, xüsusilər həmişə mütləqi ayrıblar özlərindən. Həmin illa mütləq həqiqət ki var. Və əksər hallarda bildiriblər ki, o mütləq həqiqət ayrıdır, bizim həqiqətimiz ayrıdır. Amma o mütləq həqiqət nədirsə, bizim ona yaxınlaşmağımız biraz sual altındadır. Yəni, insan əslində deyir, nə qədər kim ki bilir deyirsə, əslində o bilmir. Yəni, kim ki bilmir deyirsə, həqiqəti o adamda axtar. Çünki onun bilirəmə doğru getmək şansı var. Yəni, o adamda... Lao-Tzuda da vardı bu fikir. Bəli. Əslində həqiqət deyilə bilən bir şey deyil. Bəli. Mən fikir vermişəm ki, məsəl üçün o Hüseyn Cavidin bir sözü var, şübhədir hər həqiqətin anası, şübhədir əhli hikmətin babası. Yəni şübhə onda başlayır ki, sən öz həqiqətə şübhə eləməyə başlayırsan. Artıq o həqiqəti sən öz fərdi yanaşmandan, fərdi istirabından, sevincindən filandan ayırıb ümumiləşdirirsən. Kütləvi düşüncə tərzinin əsas istiqaməti budur ki, hətta ilahi həqiqəti də qəbul eləsə, deyəcək o ilahi həqiqət elə mənim həqiqətimdir. Eyni. Ümumiyyətlə orta adamın bir xüsusiyyəti var ki, onun şübhə kimi bir lüksü olmur. Yox. O hər şeyi yaxşı bilir. Roma papasından daha yüksək xristiyan olur. Peyğəmbərlərdən də daha yaxşı bilirlər. Onlar özlərinə izin vermirlər şübhəni. Mən hərdən elə adamlara qibtə eləyirəm. Dərinlik də olmur amma sonra. Yox, orada ümumiyyətlə dərinliyi ummağın mənası yoxdur. Çünki dərinliyi yaradan elə şübhədir. Onlar çox asan aydınlıq da ancaq açırlar. Hər şeyi mütləq çox asan gözəl olmalı. aydınlaşdırırlar və aydınlaşdırdıqları da yenə deyirəm, öz prizmasından olur, öz mənfəətinin prizmasından. Hər şey çox rahat demişik mənə, bax, öz istəyinlə, öz yanaşma tərzindən. Sən ortadasan, öz təmas orqanların var, hissiyyat orqanların var, yəni ölçü vahidlərin əlindədir. Sən bu ölçü vahidləri ilə xeyrə də, şərə də özün istədiyin kimi qiymət verirsən. Bu çox asandır. Amma digər yola getmək üçün ki, məndən asılı olmayan bir həqiqət varmı, yoxmu? Sən gərək nə qədər mütaliə eləyəsən, müşahidə eləyəsən. Mən məsəl üçün həmişə bizim ruhanilərə fəlsəfi düşüncəsi olan təbii ki, ruhanilərdən söhbət gedir. Bu xüsusda ən çox sual verdiyim və hələ ki tam olaraq cavabını ala bilmədiyim bir məsələ nədən ibarətdir? Deyirəm, bax, biz müəyyən haqqı müdafiə elə anlayışımız var da, zülmə qarşı, nəyə qarşı. Mənim filan istəklərim var idi. Bu istəklərin qarşısını kimlərsə kəsdi. Burada iki yanaşma tərzi var. Ya hələ doğrudan da kəsilməli idi, yəni mənim haqqım deyildi o şey. İşdimi, vəzifədimi, sərvət. Yəni, bu mənlik deyildi, mən bunu bacarmayacağım. Doğrusunu elədi Allah. Allah düzünü elədi. İkinci variant buydu ki, mənim haqqım var idi, mənim haqqımı tapdaladılar, mənim haqqımı əlimdən aldılar. Mən hansısa istəyim reallaşmayanda, kimsə bunun qarşısını kəsəndə, mən necə müəyyən eləyim ki, bu mənim haqqım idi, mənim əlimdən aldılar. Yoxsa heç mənim o şeyə haqqım çatmırdı. Niyə? Çünki mən əgər hər şeydə qəza-qədər yolu ilə tutsam ki, əlim neyəsə çatmadısa, deməli bu mənim haqqım deyildi. Bu biraz kənardan məzlumluq kimi görsənə bilər ki, mən öz hüququm uğrunda mübarizə aparmıram. Yox, əgər hər əlimdən çıxacaq şeylə bağlı da mübarizə aparsam, bəlkə mən elə şeyin mübarizəsini aparım ki, bu mənim yox, o birisinin haqqı idi. O birisinin daha çox haqqı çatırdı. Amma mən mübarizə ilə falandan bunun əlindən aldım bunu. Əksinə onun haqqını tapdaladım. O düzgün müəyyən eləməkdən asılı olaraq, əgər düzgün müəyyən eləmirsənsə, sən xeyrin təmsilçisisən, səhv müəyyən eləmirsənsə, sən şərin təmsilçisisən. Məsəl üçün, mifologiyalarda da, dini düşüncədə də, ədəbiyyatımızda bir qurbanlıq amili var.
Heyvandan getmir söhbət. İnsan hansısa bir əmələ görə, böyük bir ali əmələ görə sən qurban getməlisən. Və bu insan onu başa düşür ki, mən başqalarının xeyri üçün qurban getməliyəm. Danko kimi məsələn. Misal üçün, hə. Yəni indi mifologiyalarda lap çox olub və hətta hansısa bir məqamlarda insanlar elə bir ki, daxilən onu bir böyük bir fəxarət kimi qəbul ediblər. Çünki düşüncə biraz başqa cür olur da. İndi biz kimi qurban getməyə könüllü şəkildə məcbur İndi edirik? istehlakçı cəmiyyətidir. Bəli, Müəllim, heç kim ölmək əksinə istəmir. hamı mənə qurban getsin. Bəli. Mən rahat yaşayım. Mən rahat yaşayım. Deməli, hər şey gəlib çıxır bir fərdin rifahına, bir fərdin... Dəyərlər də var. Hə, bax, hamısı qarışır bir-birinə. O baxımdan həyatda və ədəbiyyatda və dində, mən özüm üçün bu xeyir-şər anlayışını bir danışa-danışa təxminən bölürəm ki, ədəbiyyatda həmin o ziddiyyət üzərindədir. Onu göstərirlər, şərtini də göstərir, mütləqi də göstərir, düşünür, daşınır, yazıcı da indi bir düşünən insandır da, elə belə insan deyil. Həyatda çoxluq içində biz onun əks variantını görürük. Hər kəs üçün öz həqiqəti bütün həqiqətlərdən üstündür. Amma ilahi həqiqətdə əksinə bir həqiqət var ki, o sizin hamınızdan üstündür. Bu həqiqət bizə hardan gəlir? İlahinin mesajlarından. Şərh bunu belə həll edir də İlqar bəy. O mənəvi təmizlənmə vasitəsilə fərdin qavrayışını ideala yaxınlaşdırır. O güzgülərin cilalanması kimi, gölün sakit durması obrazı kimi ki, o zaman gerçəkliyi doğru düzgün əks etdirsin şəxsiyyət. Bunun üçün mənəvi təmizlənməni şərt qoyurlar. Biz elə o bayaq dediyim o ilahi xeyir, şər anlayış, ilahi həqiqətin insanlara ötürülməsi deyərkən elə o nəzərdə tutuldu. O ilahi informasiya insanlara kitab vasitəsilə, övliyalar vasitəsilə, peyğəmbərlər vasitəsilə gəlir, təmiz ötürücülər vasitəsilə. Məsəl üçün, mən həmişə övliyalıqla bağlı bir kitabımda var, Şeyx Səfiyyəddin haqqında yazmışdım. Orada bu məsələləri xüsusi toxunmuşdum ki, insan 25-30 yaşında qazi ola bilər. Hardasa bir... Yəni, bunlar hökumət təyin edir də, bunu hökmdar təyin edir ki, məsələn, 25-30 yaşında qazi oldu. Çox savadlı bir adamdır, gəldi, oxudu, müdafiə elədi, müştəhid oldu, misal 30-35 yaşında. Beyin var, savad var, işləyir. Amma siz 30-35 yaşında övliya görməzsiniz. İstisna isə peyğəmbər. Yox, İslam dövründən, ümumiyyətlə, orta əsrlərdən danışıram da, peyğəmbərləri demirəm. Yəni, o mənada ki, övliya olmaq üçün, bayaq dediyimiz o təmiz ötürücülük var ha. Sən 10 illiklərlə sübut eləmirsən ki, sənin üçün, eləməlisən ki, sənin üçün xeyir dediyin şey mənfəət deyil. İndi burada bir dənə maraqlı şey çıxır. Niyə uzun müddət lazımdır? Bax, mən gənclərlə söhbət edəndə deyirəm, biz deyirik, azad ol, sərbəst ol, göründüyün kimi ol, nə bilim, olduğun kimi görün filan. Mən əslində o sözü düzgün qəbul eləmirəm. Sənin, məsəl üçün, yalancı olmağın üçün, yəni yalancı, səni cəmaatın yalancı kimi qəbul eləmək üçün bir dəfə yalan danışmağın kifayətdir. Yəni bildirək ki, sən bunu eləyə bilirsənsə, deməli bundan sonra da eləyə bilərsən. Kim eləyə bilmiş ki? Hə. Amma sənin sədaqətli olmağını bildirmək üçün, yəni sənin bir ay sədaqətli olmağın kifayət eləməyir, 2 ay sədaqətli olmaq. Bir ömürdə bəzən. Hətta deyirlər ki, ölüb qutarandan sonra baxarıq sən sədaqətli. O baxımdan da bu övliyaların da uzun illər ərzində toplumun gözünün qabağında yaşanan həyatları ki vardı. Bunlar toplum görürdü ki, bunlar 1 il, 2 il, 5 il, 10 il, 15 il, 20 il bu əlindən gəlib keçən o diqqət, sərvət, bunun heç nəyini özü üçün sərf eləmədi. Həm o ötürücülük funksiyasını həyata keçirdi. Yavaş-yavaş artıq onun mənəvi yüksəlişinə şübhə qalmırdı və artıq onun dediyi, hələ Allahın dediyi kimi qəbul olunurdu. Niyə? Çünki o arxain idi ki, bu adamın heç bir mənfəət, heç bir filan və bu mənəvi yüksəlişlə hansısa bir ilahi həqiqətlər bunun üçün açılırdısa da, bu bunu özünün hansı hakimiyyətə çıxmaq yolu, sərvət əldə eləmək falan, bunun üçün istifadə eləməyəcək. Bu sizə çatdıracaq bunu. Ona görə onun həqiqətinin qarşısını alınması üçün də mütləq bir şər atardılar. Mən sizə deyim də, mən... Reputasiyası ləkələnməyən Avropanı deyə bilmərəm. Avropanın orta əsrlərində biz qarışıqdır vəziyyət. Amma bizdə şərqdə həmişə övliyalıq institutu ilə rəsmi ortodoksal dini, mən belə deyim, o təbəqələrin həmişə konflikti olur. Məsələn, Seyyid Yahya Bakovinin təriqətləri, Səfəviliyi, Sührəvərdisi, başqa övliya xislətli insanlar ki, 20-ci əsrə qədər bunlar vardı, Seyyid Mir Həmzə Nigarı filan. Bunlar əksərən, belə deyim də, o
məscidlərdəmi, qazi institutlarındamı, hansı dini idarələrdə toplanan o ruhanilərlə heç vaxt qəbul eləməyirlər. Əxlaqsız adı qoyurdular, zındıq adı şarlatan qoyurdular. deyirdilər, nə bilim nə Mütrif deyirdilər, falan. divanə dedikləri olub, nə bilim nə olub. Yəni çünki özləri ki o cür ola bilmirdilər, özlərinin dediyi artıq nəyəsə xidmət eləyir. Yəni misal üçün hansısa bir qazi, hansısa bir nə bilim o cür insan, o hansısa düşdüyü siyasi vəziyyətdən asılı olaraq dediyi fikri dəyişə bilər. Amma bu övliya dediyimiz şəxs bu 20, 30, 40, 50 il ərzində göstərdi ki, mən heç bir siyasət, heç bir ictimai durum, heç bir bu gün dünən belə idi, bu gün belə idi, mən fikrimi dəyişim. Heç şey yoxdur. Mən elə mən ötürücüyəm. Məsələn, qızıl xislətli adam hansısa bir Qızılın üstü də qızıldı, içi də qızıldı, altı da qızıldı. Əsas içi qızıldır ki, bundan keçəmiz Allah Taala nemətlər verir. O nemətləri özünə də saxlaya bilərsən, sərf də eləyə bilərsən. Üzvə saxladın dəmirsən, sərf elədin qızılsan. Niyə? Çünki qızıl saxlamır özünü dəyişinə. Ona görə biz qızıl kimi insan alır və verir. Bəli. Məsələn, mən hərdən deyirəm uşaqlara, deyirəm ki, bax, bir çox sahələr var bizdə ki, biznesdə, başqa sahələrdə filan da insanların əlindən maddi vəsaitlər keçib gedir. Məsələn, o insan var ki, o bacarmır, o gələn vəsaitin hamısını yenə tezdən sərf eləsin. Nəsə əlinə ilişməlidir oradan, nəsə saxlamalıdır. Ümumiyyətlə, bu xeyir əməllər də odur da ki, məsələn, sən tromb yaratma da bu damarlarda. Qan gəlir səndən, o birilərə də getməlidir ki, Allah sənin əlindən bir xeyir işlər görə bilsin. Yoxsa bu yığıb saxlayırsan, tromboz düzəldirsən bəşəriyyətin orqanizmində, keçirciliyin olsun. Bax, o qızıl məsələsi var da, yəni qızıl deyil bu. İndi məsələ nədən ibarətdir ki, bu şeylər əslində bu bizim öz fərdi fikir və düşüncələrimiz deyil axı. Həmin o keçiriciliyi olan qızıl xislətli insanların bizə ötürdüyü informasiyalardır da. Yəni onlar qızıl olmasaydı, bizə heç gəlib çatmayacaqdı o biliklər, o informasiyalar. İslamda belə bir sual var idi ki, məqsəd vasitəni batil eləyir yoxsa yox? Bu nədir? Sənin məqsədin xeyir məqsədi. Buna bir balaca düzəliş verim, elə istəyirdim bu sualı verim. Məsələn, məşhur bir hədis var da, əməllər niyyətlərə görədir. Nədir o məqsəd? Yəni adamın niyyəti yaxşıdırsa, bu bir hər hansı bir əməli xeyir və ya şər eləyə bilir. Bu çox əhəmiyyətli bir şeydir və bu ilə bağlı bir dənə məşhur rəvayət var. Peyğəmbər dövründə biri gəlir, hansısa bir tacir olur, bir səhabənin yanına, nəsə çox belə ağır vəziyyətdə olur. Nə olub? Nə bilim, Hicaz soğanıda soğan əkib, sata bilmir. Qısası vəziyyət çox pisdir. Bu istəyir buna kömək eləsin. Orada-burada tərifləyir bu Hicaz soğanını. Görür, cəmaat buna əhəmiyyət verən yoxdur da. Bu da yazığı artıq intihar həddindədir də. Bütün nəsil, ailə işləyib bu sahədə, bu satılmır. Maya qoyublar. Həyatı bu, yəni bu əgər bu soğan satılmasa, bunlar bu ilin sonuna qədər acından qırılacaqlar. O vaxt elə idi ki, sən məhsulu satırdın, bu sənə bir ili. Bəs edir. Bir ilin dolanışıq idi ki, növbəti məhsul gələnə qədər. Bu kişi artıq sındırır özünün içində o niyyət və məqsəd məsələsini. Çıxır bir dəfə minbərdən, məsciddən hardamı deyir ki, Peyğəmbər deyərdi ki, mən həmişə Hicaz soğanı yeyirəm. Peyğəmbərin adından hədis uydurdu. Bu insanları xilas elədi. Həmən o 3 gün içində bütün o soğanları satılır. O adam gəlir buna təşəkkür edir falan. Yəni bu öz aləmində düşünür ki, mən xoş əməl elədim. Amma elədi axı bir dəfə. İkinci dəfə başqa bir iş üçün şübhə gəlir buna ki, filan şeyi də bəlkə Peyğəmbərin adı ilə bağlayım. Nəticəsini gördü axı bunun. 2, 3, 4 yavaş-yavaş artıq bu çönür olur. Hədis uyduran alimlər ki var idi, ürəyindən səhabələr. Milyonu keçir sonra. Və bir dəfə mən hədislə bağlı danışanda dedim ki, biz bütün hədisləri bir yerə qoysaq, düzsək sırayla, heç Peyğəmbərin həyatı ömrü çatmaz. Bəli, yəni bir min illik ömür lazımdır ki, o hədislərin hamısında bəli, sadəcə desin və ya hərəkətdə eləsin. Yəni bundan o nəticə çıxır ki, deməli böyük hissəsi uydurulmuşdur. Peyğəmbərin adından hədis uydurmaq məsələsinə gələk. Kimlərsə həqiqətən hansı siyasi məqsəd üçün, öz məqsədi üçün eləyib. Bu əvvəldən şər qüvvədir. Amma kimlərsə bayaq dediyim o adamları xilas eləmək üçün məsələ. Orada artıq fikir bölgüsü yaranır ki, məqsədin aliliyi vəsiləni batil eləyir yoxsa yox. Mən əvvəldə düşünürdüm ki, eləyir. Sənin məqsədin alidirsə, sən hansısa bir səhv yolla da, nə yolla da buna kömək eləyirsənsə, eləməlisən. Amma müəyyən həyat keçəndən sonra başa düşdüm ki, əslində bu cür situasiya var, sənin qarşında bir ali məqsəd var. Amma o ali məqsədə çatmaq üçün bir əyri yol var. Bu Allahın ən böyük imtihanıdır insan üçün.
Niyə? Qarşında bir tamah şeyi var, sərvət var dövlət və buna çatmaq üçün əyri yol var. Bundan imtina eləməyə nə var ki? Əməl də cinayətdir, gedən yol da cinayətdir. Mən də istəmirəm günahkarlardan, cinayətkarlardan olum getmirəm. Bir də var ki, əməlin xeyir əməl olmağı illüziyası var. Amma onu aparan yol əyri yoldur. Burada artıq insan üçün daha böyük sınaqdır. Yəni o əməlin sonunun xeyir olmağı sənin üçün biraz tərəddüd yeri yaradır. Mən bu xeyir əmələ görə, bu cinayət işə filankəs xəstədir. Mesela Amerika filmi vardı, bu yaxınlarda baxdım ona. Uşağı xəstə olur, uşağını xəstəlikdən müalicə eləmək üçün, pul tapmaq üçün gedir, başlayır narkotik düzəltməyə, nə etməyə filan, narkotik satır. Məşhur bir serialdır da. Həmin o məqsəd vasitə məsələsi. Daha bir aspektini istəyirdim, xatırladım bu niyyət məsələsinin və xeyir və şərin aydınlaşmasını. Bir də bu işin niyyət var və cahillik var. Cəlaləddin Rumi də belə bir əhvalat danışır ki, bir şahın bir şahini olur, bu quş yoxa çıxır birdən. Axtarırlar, tapa bilmirlər. 3-4 aydan sonra birisi gəlir, deyir, şahsı olsun tapmışam, amma çox acınacaqlı vəziyyətdir. Deyir, necə yəni, sağdır, deyir, sağdır. Sağdırsa gətir də. Neysə, bunu gətirirlər. Yaşlı bir arvad gəlir, səbətin içində yekə bir toyuğu qoyur stolun üstünə. Şaha deyir, bax, sən quşumu nə yaxşı saxlamışam. Deyir, necə? Deyir, günlərin bir günü gördüm ki, balaca bir xoruz gəldi, qondu bizim həyətə. Tutdum ki, qaçmasın. Saldım hinə. Sonra gördüm, caynaqları çox uzundur. Baltanı götürüb tutdum. Biraz baxdım, gördüm ki, dən yeyə bilmir. Burnu çox sivridir. Mişarı götürdüm, burnunu mişarladım, dimdiyini. İndi bax, qəşəng də yeyib, kökəlib. Gör, nə yaxşı baxmışam şahini və şah deyir ki, sən onu öldürmüsən. İndi orada qadının yaxşı niyyəti olub da, cılız xoruz görüb, xoruzdan başqa bir şey bilməyibdi, toyuqdan başqa. Elə bilib ki, budur. Amma yəni, xeyir eləmək üçün bir də niyyət əsas deyil, bilgi də lazımdır axı. İndi mən burada başqa bir yanaşma qoyum da ortaya. Rumi özün hansı prizmadan yanaşıb bilmirəm. Amma mən düşünürəm ki, tutalım, hətta bilgi olsaydı da belə, o qadın o xeyir niyyətlə onu eləyib, o elə haqdır onun üçün. Yəni, gəl bu tərəfdən yanaşaq. Bu qadın bilmədən pis iş görüb. Bunun caynaqlarını, dimdiyini, qadını kəsib, bunu məhv edib. Amma bunu öldürməklə bəlkə onlarla başqa məzlum quşu xilas edib. Bu ova göndərəcəkdi, yedəcəkdi, filan qədər quşları bu tutacaqdı, heyvanları tutacaqdı, ov eləyəcəkdi. Amma ona pislik eləyib. Ona pislik eləyib, amma pislik olunan özü də pisdir. Deməli, əslində mahiyyət etibarilə xanımın, qoca qarının xeyir əməli bir o şahmat variantdır da, birinə ziyan versə də ondan sonrakilara xeyir verir. O baxımdan mən deyirəm ki, müşürməyəm, insan dursa bunu özü ölçməyə ki, mən bu pis əməli eləyirəm, amma kiməsə xeyir verəcəm. Mən bu filan şeyi düşüncə çaşdıracaq səni. Mən düşünürəm ki, artıq müəyyən yaş həddinə gəlib çatandan sonra filan şey olmaz. Belə deyim də, o ilahi həqiqət tərəfindən bu məqsəd olunsa, şərdirsə əgər, sən bunun arxasında 100 dənə xeyir qüvvə axtarasan, 100 dənə xeyir şey axtarasan, olmaz da. Yəni, vəhdən yapışsın. Mən elə düşünürəm. Çünki yenə deyirəm, başlayasan analiz eləməyə, ən şər qüvvəyə də, ən şər əmələ də sən haqq tapacaqsan. Nigar bəy, vaxtımız elə gəldi, keçdi ki, mən heç hiss eləmədim və söhbətdən də doymadım açığı. Burada qeyd elədiyim məqamların heç yarısına toxuna bilmədik. Amma belə oldu. Sizə təşəkkür edirəm. Gəldiyiniz üçün izləyicilərimizə isə gələn görüşlərə qədər deyirəm. Sağ olun.